Hepinize salam dostlar, kanalıma hoş geldiniz. Bu günlerin dostlar Gəncə dəmir yollarındayıq. Az Qıdıydayıq. Aha, Qəbələ yaxınlaşa bilərik. İndi Qəbələyə gedirik. Platformadan yola düşürük. İbrahim biraz göl. Bu günlərin sən həyatında birinci səfər lıja eləyəsən İbrahim. Qatara minsən İbrahim. Mən də bilirəm, mən gülürəm, sən gülmüsən. Ayda biz bir dənə qıraqdan baxın buna. Ben emin nasıldım? Yani dedi bütün bakım dolu. Yox, indi dolacaq da. Daya tutarmır. Elə bil mən hərəkət edirəm. Elə hissi buna baxan Hə, elə bil mən cidden, hərəkət hə. edirəm. Özdə belə trajediya var burada. Telefonda da məncə elə görsənir. Elə bil biz gedirik. Arkadaki Çox şey. baxmayın, başını ağrıyır. Getdik. O da interneti, halkın interneti. O halkın interneti. Все, yola çıxdıq. İbrahim unpacking eləyir. Çay deyim, çay gətir. Sən kofe mi? Niyyət, kofedir. Kofedir. Bax, çaydır. Kofedir, filter kofe. Cappuccino'dur. Sağ burada latte Qara deyir. kofe gətir. Tünd kofedir. Bildiyimiz. Mənim işləyim Bağlamaq üçün. Belə. Bunu da açıram. Bu niyə belə başlı stiker qoydum? Görə, croissant, eşto, baton. Yox. Мне кажется, Al. все. Baton. Bu çox bahalı sudur mən üçün. Mən də bilməm. Burada ekrosun. Мне кажется, это şey, в подарок просто так дали. Padarı. Кажется, не знаю. Lazım değil. Be careful. The doors are closing. The next station is Lekki. Belə, gördüyünüz kimi. Bu ne soğuk şey, ayaqda durmaq beləcə yerdə. Deməli, biz Qəbələyə çatırıq, şu axırıncı stansiyaya çatırıq, Qəbələyə dayanacaq. İndi Qəbələdə belə göstərir. Vid başlayır, Qəbələyə getdiyimiz yəni bilinir, Qəbələ Oğuz fərqi. Bayaqdan heç adda vid yox idi, quraqlıq idi, pis idi yəni. İndi amma buraların çox qəşəng klimatı belə deyək var. Bir dənə şey qədər qəşəngdir bunun. Heç ləzzət eləmədim. Astara, yox Astara. Heç ləzzət eləmədi. Nuş olsun. Вот так вот. Biz gəldik, çatdıq dəmir yoluna. Ən xoşladığım dəmir yol vağzalı mənim Qəbələdir. Qəbələnin dəmir yol vağzalı. Çox xoşuma gəlir bura. Gəncədə də qat-qat yaxşıdır. İndi paltarları götürdüm. Xs götürdük. Belə, indi gedib bot da seçəcəyik. Deməli dostlar, biz geyindik. İbrahim indi göstərəcəm. Beləyik. O, nə qəşəng görsən. Gəl bir dənə şəkil çəkdirək. Əlini belə tut, əlini belə tut. Sən əlcəyin yox deyil. Gözləyirik. İnşallah çatacaq 3 saat. Məncə biz çatmayacaq. Vaxtımız çox gedir. Dəqiqə bax. İndi belə minmişik. İbrahim müəllim qaldı arxada. Çatmadı minməyə. Yanımda belə bir bəy var. 10 ildir luja ilə məşğul olur. O biraz mənə dərs verir ki, bəs belə sürmək lazımdır. Belə heç nə, indi gedirik yuxarı. Biz aşağıda trener eləməmiş, trenerovasiya eləməmiş qalxdıq yuxarı. Görək axırımız nə olacaq. Dostlar, heç gözlədiyim kimi olmadı bu. Dəqiqə heç çəkə də bilmirəm. İbrahim yuxarıda 5 dəfə zad yıxılıbdı. Biz birincidən səhv elədik də, biz öyrəşməmiş yuxarı çıxdıq çaşıb. Bura heç trenirovka zonasına gəlmədik. İndi mən gəlmişəm trenirovka zonasına. Bir dənə əmi var idi, sağ olsun mənə kömək elədi, ancaq gələ bildim.
2 dəfə yıxıldım o da. Bir dənə ən yuxarıda ay uşaqlar o qədər pis idi ki. O qədər pis idi ki, yəni təsəvvür belə eləyə bilməzsiniz o hiss. Mən dedim, "Fişo getdim." Düm bələm düz heç nə eləyə bilmirəm, döndərə bilmirəm, heç nə olmur. Qabaqcadan əlimdə idi, düşə bilirdim. İbrahim görək nə olacaq. Mən özümdən çox İbrahimə görə qorxuram. Yazıq uşaq yıxılıb eləyər burada. Belə. Sonra bilirsiniz nə olub? İbrahim yuxarıdan aşağı piyada düşüb. Əlində də bu qədər ağırlıqda lığja ilə, xizə ilə. İndi də yıxılıbdı o da. O məndən çox yıxılıbdı. Mən sürə bilirəm, onu başa düşdük. Məndə var biraz potensial, amma böyük ihtimal bir də yəqin ki eləmərəm. Bilmirəm, bir də yəqin ki böyüyəndə bəlkə bilmirəm. Xoşuma gəlmədi açıqcası. Kanki qəşəng idi, amma xizək xoşuma gəlmədi. İbrahim müəllimin lığasını gətirdilər. İbrahimin lığasını gətirdilər. Uşaqlar, deməli təzə bir pis xəbərim var. İbrahim indi də kart itiribdi. Yəni bu uşaq bilmirəm də heç yarım saat sürüşdü. Yeriyibdi. Yarım saat sürüşmək nədir? Yeriyib 10 dəqiqə sürüşməsə bəlkə də o daha 5 dəqiqə. Yox, mən heç nə eləməyəcəm. Tez çıxanda. Belə. Sen dayandı. Görmünüz bacın gələbilir. Qəşəng sözlərim öyrəndim də biraz. Tələdim 3 dəfə polunu düşündüm. Bacın niyə gəlmir? O yuxarı ki. Yox, orada. Biraz təpəyə də oranın təpəsinə. Ne olur ayağını koymadan yuxarı getmə. Ondan nə tapılır? Ha, ne olur? Mən getdim. Ha. Qoy gələn gəlsin bir yeri gedək. Mən də biraz dincəlim. Hala. Bura gəlsin də. Bura. Buradan bir yeri gedək. Elə xoşuma gəldi həyətə, sağ ol getdiyinə görə. Ayın məndən yavaş gəlir, görsən? Tormuzluya, mahələ deysən ki. Sən məndən yaxşıdır. Ayın gəlsən mən səndən yaxşıdır. Mən... Öyrəndim kontrolü etələməyə. Mən getdim yuxarı. Görürəm dayanırım. Ayram, sən mənim qoluma deyəcəksən deyə. Sən mənim qoluma deyəsən düşəcəyik. O diantı da orada. Çox hündür deyil. İndi 05 ilə. Niyə tözüsün? Давай еще сфоткаю тебя. Ты можешь меня тоже сфоткать? Это совершенно новый опыт. İndi belə yavaş-yavaş gedirik. İbrahim, qabaq çox apaslıdır. İnşallah sağ çıxar. Çıxıram. Deməli uşaqlar, vəsə. Yoxlayıb verəcəm indi. Deməli uşaqlar, düşdük. İkimiz də yıxılmadan düşə bildik. Mən çox böyük bir progres tutdum. Çox qəşəng sürürəm, dönə bilirəm. Yəni çox qəşəng sürə bilirəm, bildiyiniz sürürəm. Amma birinci səfər mən 2 dəfə yıxıldım. İbrahim 15 dəfə yıxılıb. Hələ yarı yolda piyada gəlibdi. Amma ikincidə həqiqi sürdü, amma professional yox. Baxan kim bilirdi ki, Allah gümanında gedir. Birinci saatlar, sırası yuxarı qalxdım, bilmədi. Bir saat, 3 saatın içindən birinci adına treçəsi. Aha. Yuxarı sırası qalxdım, mən bilmirdim ki, burada treneravarsam Sən yenə rəsmi danışsan, normal danış. Elə bir şeydir. İntervyu götürsən də, nə? BBC-dən Hə, gəlmişəm. intervyu. Sırası bax göstər, funikulyordan sırası
qalxdım yuxarı. Biz o başdan mı sürüşmüşük? Oradan sürüşən bilir ki, Oradan yəni da- oradan sağ çıxmaq çox çətin şeydir. Mən Birinci səfər birinci saat ora sürüşdüm. getdim, 15 dəfə yıxıldım. Yolun yarısından çoxunda piyada düşdüm. Arxamda insanlar gəldi. Hə, amma sonra 1 saat trenovasiya elədim. Yenə qalxdım ora. Bir dəfə Öldürdüm, yıxılmadan da xəbərim var. əlimi buraxdım. Çox Qısaca uşaqlar İbrahimin xoşuna gəlir. İbrahim şaddır. Çox, əsas odur. Çox. Sağ olun. İndi gedirik. Gedirik dostlar. Artıq evimizə gedirik. Roller coaster'a minə bilmədik. Açıq heç o qədər vaxtda qalmadı. Bir dənə bir söz deyim. Bir dənə bir söz deyim də. Futbolla proşetdə. Burada oynayıblar Qarabağda. Nəsə eşit bura bax. Bir dənə bir söz deyim. İbrahim də ondan narazıdır. Bilirsiniz nə? Hey külək gəlməsin. Bilirsiniz nədir? Çox ləng hərəkət eləyirlər. Çox ləng hərəkət eləyirlər. Girmişik saat 12, yox, 1-də girmişik, 2-də bizi çıxarda bildilər ancaq. 2-də. Bizim bir saatımız ora getdi. Çox ləng, asta. Bir də. Bir də Onu bir də evə çatanda orasını özümüz deyişib, bir dənə bu Qəbələdən çıxaq. Qəbələdən salamat çıxaq deyəcək onu. Çox qeyri şeylər başımıza gəlib danışacaq sizə. Bizimlə qalın. Elə İbrahim. İbrahimin keyfi yaxşıdır. Heç vaxt videolarımda belə şəndə olmur bu uşaq. Eləmi? Vəsə uşaqlar. Ən xoşladığımız rayondan ayrılmaq vaxtı gəldi. Biraz tez gəldik. O əmilər, nədən adı? O taksi bizim başımıza danışacağam, hamısını danışacağım. Bu videoda Qəbəlilərin əsl üzünü ortaya çıxardacağam. Hamısını yox, yaxşılarından iraq da belə deyək. Amma həqiqətən çox biabırçı idi. Keçən il 2023-də gələndə belə deyildi. Amma bu il yəni tamam bilmirəm. Bəlkə də buralar belədir, bu zona belədir, bu ərazi. Amma bilmirəm, heç xoşuma gəlmədi bu səfər. Danışacağım hamısını. Bizi düz 3 dəfə belə deyək, aldatmaq istəyirdilər. Bu tortu dostlar, oradan atam aldı ki, tren çəkirlər ki, nə keks götürməmişdik, amma şam götürmüşdük. Necə şama pul vermişdik. Pul verirsən şamaya da. Şama pul verirsən. Hə, ладно. Хотя бы не один. bütün hər yerim ağrıyır. Bəli dostlar, artıq gəldik, çatdıq evə. Çox şükür heç aramızı qırmadan, başımıza heç bir iş gəlmədən gəldik, çata bildik. İndi işinə rahatlaşırıq, əvvəlki həyatımıza davam edirik. Mən nəsə deyəsiydim. Hə, heç nə, ayda, onu demək istəmirəm, heç nə. Bilmirəm, indi yadımdakı stansiyada, stansiyasında, Qəbələnin stansiyasında nələrsə də danışdım. Amma da nə danışmışamsa da elə o bəsdir, elə başqa da heç nə danışmayayım. Heç nə, belə, nəsə deyəsiydim mən başqa. Hə, bunu da qeyd eləyəsiydim. Dostlar, biz getdik, probuna getmişdik ki, xoşumuza gələcək bu idman növü yoxsa yox. Bizdə çox vaxtı belə olur. Əgər idman növü xoşumuza gəlirsə də, əsas da atam elədi. Atam görür ki, uşaqların xoşuna gəlirsə, atam alır. Yəni, görür ki, marağımız varsa, xoşumuza gəlirsə, atanın özünün də xoşuna gəlməlidir. Alır, hobimiz əmələ gəlir. Hə, ata dedi ki, şeydir, bu il dedi ki, belə gəldi, götürdük, xoşunuza gəldi. İbrahimin də ürəyə getdi mənim də. Dedi, gələn il hərənizə bir dənə komplet paltar. Lıja deyəsən demədi. Dedi, lıjanı buradan götürək. Onsuz götürsəydi heç çox qəşəkdir. Təkcə lıjanı götürsəz 35 manat edir. Amma deyəsən lıja alacaq. Amma bot almayacaq. Botlar dəyməz. Məncə bahadır. Biz Tufandağda baxdıq qiymətlərə. Lıjanın qiyməti 485-ə var idi. 400-dən aşağı yox idi. Amma Bakıda mən bir dənə yer tanıyıram ki, orada kombinezonlar falan da hər şey ucuzdur. Yəni yaxşı, münasib qiymətə tapmaq olar. Heç nə, bunu deyəsiydim ki, bəlkə gələn ildən daha maraqlı videolar gəldi. Mən snowboard prov eləmək istəyirdim. Snowboard mənə həmişə uşaq vaxtdan daha çəkici gəlirdi. Skate falan da indi məndə ikisi də olubdu. Dedim, yəqin sürə bilərəm. Amma uşaqlar, yox, snowboard heç yox. Yəni biz buradan qolumuz qırılmadan qurtula bildik. Hətta ən birincidən heç probunu da olmadan getdik, biz oradan düşdük ya. Biz onu snowboardla eləsəydik, ayda heç təsəvvür eləmək istəmirəm, yox. Çox pis qutarardı, çox pis.
ən salam, ən yaxşı qutaracağı qolumuzun qırılacağı olar da o da. Heç bu qədər. İndi rahatlaşacağıq, duş falan qəbul edəcəyik. Belə. Belə. Bu da bu arada belə. Bu otaq vlogu istəsəz çəkmək olar məncə. Prosta biraz mənə çox yük verəsiniz. Otağa paletka salmaq lazımdır. Gələn videolarda görüşmək üzrə. Bye bye.